Ne zaman ki sen onları tevhide davet ettin, ne zaman ki onlara Allah'tan geri ibadet olunan her şeyin batıl olduğunu, pirlerin, ziyaretlerin, hükmün, yalnız Allah'tan başka hükmün batıl olduğunu onlara izah eledin. Sana qoşmadıqları ləqəb, qoşmadıqları irgən sözlər, eşitdikləri, eşitmədikləri hər şeyi yaydılar. Niye? Çünkü bu bütün Rasulların başına gelen bir oyundur. Bütün Rasulların yaşadığı bir şeydir. Ona göre de Allah Resulü sallallahu aleyhi ve sellem buyuruyor ki, o kəslər ki sünnətimi dirildərlər ve onu insanlara öyrədərlər. Allah Resulü sallallahu aleyhi ve sellemin en büyük sünneti nedir? Tevhid. Resulullah sallallahu aleyhi ve sellemin en büyük sünneti tevhiddir. Qəriblər o kəslərdir ki, düzdür, vaqiədə insanların çoxusu, İslam'a nisbət olunan qurumların hamısı özlərini qərib sayır, hətta o sufilər belə. Deyir, qəriblər bizlərik. Amma həqiqi qəriblər kimlərdir? Həqiqi qəriblər Allah Resulü sallallahu aleyhi ve sellem qoyduğu səbəblə. O kəslər ki, sünnətimi dirildərlər. Tövhidi dirildərlər. Tövhidi insanlara danışarlar. İnsanlara açıqlayarlar. Və sən tövhidi insanlara açıqlamaya başladığın zaman qərib olaraq hazırsan. Sən qəriblik həyatını yaşayacaqsan. Ümid etmə ki, sən tövhidi danışacaqsan. Həqiqi insanları Allah və Rasulunun dininə dəvət edəcəksən. Heç bir cemaata, heç bir partiyə, heç bir dəstəyə deyil. Yalnız tövhidə, Qurana və sünnətə dəvət edəcəksən. Qərib olacaqsan. Bu Resulullah sallallahu aleyhi ve sellemin zamanında beləydi. Ondan sonra gələn imamların zamanında da belədir və bizim zamanımızda da belədir.